İngilis dilində birlikdə işləndikdə mənası olan, amma ayrılıqda işləndikdə mənası olmayan söz birləşmələri. Məsələn, özünü pis hiss etmək. Go on the weather. Özünü pis hiss etmək. Daha sonra deyirik ki, nə olur olsun. Gündəlik həyatda istifadə edilən bir söz. Nə olur olsun. Rain or shine. Nə olur olsun. Sonra deyirik ki, bir yerə gedirik, məsələn, ayaq üstə baş çəkmək. Ayaq üstü kiməsə harasa baş çəkmək. Flying visit. Flying visit. Belə baxanda tərcümə baxımından uçaraq səyahətdə, amma ayaq üstü baş çəkmək mənasında işlənir. Daha sonra məsələn deyirik ki, hədsiz kasıb həyatı yaşamaq, həyat sürmək. Life from hand to mouth. To mouth. Məsələn, bu məna olaraq əllər ağzında olmaq gedir, amma birləşmə şəklində kasıb həyatı yaşamaq mənasındadır. Daha sonra deyirik ki, anidən baş vermiş bir hadisə, anidən baş verən bir hadisə. About from the blue. The blue. Belə baxanda bir məna yoxdur, amma birləşmə şəklində işləndikdə anidən baş verən bir hadisə mənasını verir.